Deməli, mövzumuz, ilk öncə hamıya salamlar. Mövzumuz pelvik orqanlar, rektum və uretra, retroperitoneal cərrahi boşluqlar və xarici cinsiyyət üzvləridir. Deməli, biz 4 bölmə şəklində irəliləyəcəyik təqdimat boyunca. İlk bölməmiz pelvik orqanlardır. Ümumiyyətlə, qadın cinsiyyət sistemi orqanları 2 hissəyə bölünür. Daxili cinsiyyət üzvləri və xarici cinsiyyət üzvləri. Daxili cinsiyyət üzvlərinə nələr aiddir? Yumurtalıq, yumurtalıq artımları, uşaqlıq boruları, uşaqlıq və uşaqlıq yolu. Birinci başlayırıq yumurtalıqdan. Yumurtalıq ovarium adlanır, cüt, qarışıq vəzlərdəndir. Kiçik çanaq boşluğunda uşaqlığın yan tərəflərində yerləşir. Çəkisi təqribi 5-8 qram, uzunluğu 3,5-5,5 sm, eni isə 1,5-3 sm-ə bərabərdir. Deməli, burada yumurtalığın sərhədlərindən danışırıq. Yumurtalığın içəri səthi kiçik çanaq boşluğuna, bayır səthi isə kiçik çanağın divarına baxır. Deməli, burada uşaqlığın enli bağını görürük. Ligamentum latum uteri və yumurtalıq uşaqlığın enli bağının arxasında yerləşir. Hansı ki, şəkildə alətlə yumurtalıq bir qədər qaldırılıb göstərilmişdir. Deməli, yumurtalığın iki ucu olur. Onun boru ucu, ekstremitas tube, uşaqlıq borusuna baxır. Daha dəqiq desək, uşaqlıq borusunun qarın dəliyinə. Onun digər ucu isə uşaqlıq ucudur, yəni aşağı ucu. Bu uşaqlıq ucu, deməli, yumurtalığın xüsusi bağ vasitəsilə uşaqlığın yuxarı kənarına bağlanır. Deməli, gəldik mezovariuma. Yumurtalığın ön söz kənarı var. Ümumiyyətlə, yumurtalıq elə bir orqandır ki, peritondan örtülməyibdir üzəri. Onun üzəri maya epiteli ilə, epitelium germinali ilə örtülmüşdür və bu maya epiteli uşaqlığın enli bağına keçən hissədə mezovarium əmələ gətirir. Bu mezovariumun səhifələri arasından da suspensori ligament, yəni yumurtalığın aslan bağı keçir, hansı ki, bunun daxilində də elə damarlar, sinirlər keçir və hilum ovari, yəni yumurtalıq dəliyi vasitəsilə yumurtalığa keçir, yumurtalığı qidalandırır. Bu dəlikdən arteriya və sinirlər daxil olur, vena və limfa damarları isə xaric olur. Gəlir yumurtalığın quruluşuna. Yumurtalıq iki hissədən ibarətdir, ümumiyyətlə stroma və parenxima. Onun parenximasının özünün də iki hissəsi var, beyin maddə və qabıq maddə. Beyin maddə gördüyümüz üzrə damarlardan və s.dən ibarətdir. Qabıq maddə isə əsasən follikullar yerləşir. İlk follikullar elə qabıq maddədə yetişir. Daha sonra isə bu follikulların içərisinə follikul mayesi dolur. Onun dənəli hüceyrələri bu follikulun bir hissəsinə yığılır və onun daxilində ovosit, yəni yumurta hüceyrə yetişir və yetişmiş follikula da qraf follikulu deyirik. Daha sonra bu follikulun partlaması, yumurta hüceyrənin periton boşluğuna atılması və uşaqlıq borusunun saçağı tərəfindən tutulub uşaqlıq borusunun qarın dəliyindən uşaqlıq borusuna daxil olmasına, deməli, fiziologiya bölməsində geniş danışacağıq. Burada follikul partlayanda onun yerində qırmızı cisim, daha sonra sarı cisim, ən sonda isə corpus albicans ağ cisim yaranır. Gəlir yumurtalığın fiksasiyasına. Yumurtalığın fiksasiyasında əsas iki bağ var. Yumurtalığın asılan bağı, ligamentum suspensorium ovari. Deməli, bu yumurtalığın asılan bağı çanağın hüdudi xəttinin arxa yan hissəsindən başlayır və yumurtalığın boru ucuna, yəni yuxarı ucuna bağlanır. Bunun daxilindən dediyimiz kimi damarlar, sinirlər keçir və yumurtalığı əsas qidalandıran yumurtalıq arteriyası da məhz buradan keçir. Deməli, yumurtalığın digər bağı isə xüsusi bağdır. Ligamentum ovari proprium. Ligamentum ovari proprium. Bu da yumurtalığın uşaqlıq ucundan başlayır və uşaqlığın yan tərəfinə bağlanır.
Hə, bir də burada nədən danışmaq istəyirdim? Düzdür, hələ uşaqlığa çatmamışıq, amma uşaqlığın enli bağından danışmaq istəyirəm, çünki çox bəhs eləyirik. Deməli, uşaqlığın enli bağı ligamentum latum uteri adlanır və uşaqlığın enli bağının sırf uşaqlığa aid olan hissəsinə mezometrium deyirik. Uşaqlıq borusuna aid olan hissəsinə mezosalfinx deyirik və yumurtalığa aid olan hissəsinə isə mezovarium deyirik. Nəhayət gəldik uşaqlıq borularına. Uşaqlıq boruları, fallop boruları 4 hissəsi vardır. Deməli, birinci onun uşaqlıq hissəsi, uterin part, 2-2.5 sm uzunluğundadır. İsthmus, uşaqlıq borusunun boğazı 3.5 sm-dir. Və ampulla hissəsi var, hansı ki, yumurta hüceyrələri ilə spermatozoidin görüşməsi, mayalanma və zigotanın ilkin bölünməsi məhz burada baş verir. Və ən son deməli, ampulla hissəsinin uzunluğu da 7-8 sm-dir. Ən sonda isə gəldik infundibulum, yəni boğazı, uşaqlıq borusunun boğazı. Infundibulumun ən axırında isə fimbre, yəni saçaqlar var. Bu saçaqlardan biri daha uzun olur, yumurtalığa söykənir. Hansı ki, bayaq da dediyimiz kimi, qarın boşluğuna, peritona düşmüş yumurta hüceyrəni tutmaq və uşaqlıq borusuna ötürmək funksiyasına malikdir. Gəlik uşaqlıq uterus. Uşaqlığın əsas 3 hissəsi var. Deməli, birinci hissəsi uşaqlığın dibi fundus, 2 korpus uterum, yəni uşaqlığın cismi, üçüncü hissəsi isə uşaqlıq boynu, yəni serviks. Uşaqlığı frontal şəkildə baxsaq, frontal kəsikdə baxsaq, üçbucaq şəklinə bənzəyir. Onun əsası dibinə, yəni fundusuna baxır. Zirvəsi isə servikal kanala baxır, hansı ki, cavitas uteri. Deməli, cavitas uteri, yəni uşaqlıq boşluğu, bu servikal kanal vasitəsilə vagina ilə, yəni uşaqlıq yolu ilə əlaqələnir və uşaqlıq boşluğundan kanalına keçən hissədə isthmus uteri, yəni uşaqlığın boğazı yerləşir. Həmçinin uşaqlıq boynundan danışsaq, uşaqlıq boynunun vaginaya tərəf olan hissəsinə portio vaginalis deyilir. Onun yuxarı hissəsinə isə portio supravaginalis deyilir. Bu hissədə deməli plisia palmati, yəni palmaya bənzər büküklər yerləşir, hansı ki, vaginada olan möhtəviyyatın geriyə, yəni uşaqlıq boşluğuna axmasının qarşısını alır. Gəldik uşaqlıq borusuna və uşaqlıq boynuna. Uşaqlıq boynunda deməli ostium uteri, yəni uşaqlıq dəliyi var. Bu uşaqlıq dəliyi hamilə olmayan, yəni heç doğum etməmiş qadınlarda girdə formada, doğum etmiş qadınlarda isə köndələn formada olur. Onun iki daxilə və xaricə baxan səthləri olur. Daxilə baxan hissəsi bildiyimiz kimi uşaqlıq boşluğuna, xaricə baxan hissəsi isə vaginaya baxır. Onun iki dodağı var, labia anterior və labia posterior. Deməli, burada isə uşaqlığın qışalarından danışırıq. Uşaqlığın ən daxili sihirli qışasına endometrium deyirik. Orta əzilə qışasına miometrium və xarici qışasına, seroz qışasına isə perimetrium deyirik. Bunun seroz qışasına həmçinin visceral periton da deyə bilərik. Çünki uşaqlıq intraperitoneal orqandır və üzəri visceral peritonla örtülmüşdür. Deməli, visceral periton onu arxada uşaqlığın demək olar arxadaşı bütün səthini, hətta fornix vaginini də örtür. Öndən isə uşaqlığı boynuna qədər örtür. Arxada da visceral periton uşaqlığın arxa səthi ilə düz bağırsaq arasında excavatio rectouterina, yəni Douglas boşluğu əmələ gətirir. Öndə isə uşaqlığın ön səthi ilə sidikli arasında excavatio vesicouterina yerləşir. Deməli, uşaqlığın fiksasiyası.
Uşaqlığın fiksasiyasında əsas rol oynayan bağlardan biri uşaqlığın girdə bağı ligamentum teres uteridir. Uşaqlığın girdə bağı uşaqlığın yan kənarlarından, əsasən onun fundusu və korpusu, yəni dibi ilə cismi arasından başlayır. Qasıq kanalından, inguinal kanaldan keçir, onun səthi həlqəsindən xaric olur, qasıq dağcığına və böyük cinsiyyət dodaqlarına bağlanır. Ligamentum cardinali demək olar ki, uşaqlığı fiksasiya edən ən böyük bağdır. Deməli, o uşaqlıq boynuna bağlanır. Uşaqlıq boynundan başlayır və çanaq fasiyasına bağlanır. Kardinal liqament, ona hətta transversal, yəni köndələn liqament də deyilir. Bundan əlavə uterosakral liqamentimiz var ki, yine uşaqlıq boynundan başlayır və sakruma qədər uzanır və puboservikal liqamentdən, deməli pubisdən uşaqlıq boynundan başlayır və pubisə, yəni qasıq sümüyünə bağlanır. Burada isə uşaqlığın düzgün yerləşməsi vəziyyətinə baxırıq. Uşaqlıq normalda antiflex və anteverted vəziyyətdə yerləşməlidir. Yəni önə bucaq şəklində bükülmüş vəziyyətdə olmalıdır. Hansı ki, onun önündə sidiklik və arxasında isə rektum, yəni düz bağırsaq yerləşir. Vagina, uşaqlıq yolu. Deməli, uşaqlıq yolu yuxarıdan uşaqlıq boynu ilə əhatə olunur. Aşağıdan isə cinsiyyət yarığına açılır. Onun ön və arxa divarları var. Ön divarının yuxarı hissəsi sidikliyin dibinə, aşağı hissəsi isə sidik kanalına bitişir. Arxa divarının yuxarı hissəsi visceral peritonla örtülür, aşağı hissəsi isə düz bağırsağın divarına bitişir. Deməli, vaginanın deyirik ki, uşaqlıq boynunu kənardan örtür. Onun ön və arxa tağı var. Deməli, ön tağ fornix anterior, arxa tağ fornix posterior. Arxa tağ ön tağdan 1,5-2 sm uzundur və daha dərindir. Hansı ki, koitus zamanı spermada məhz bu ərazidə toplanır, yəni fornix posteriorda. Nəhayət gəldik uşaqlıq yolunun fiksasiyası və prolapsus vəziyyəti. Uşaqlıq yolunun fiksasiyasında əsas rol oynayır sidik cinsiyyət diafraqması, yəni fascia uterovaginalis. Ondan əlavə perineum var, aralıq fasciası və musculus levator ani, anusu qaldıran əzələ. Prolapsus vəziyyəti nədir? Uşaqlığı və uşaqlıq yolunu uşaqlıq və uşaqlıq yolunun fiksasiyasında iştirak edən liqamentlər, əzələlər zəiflədikdə uşaqlığın sallanması baş verir. Buna prolapsus vəziyyəti deyirik. Hansı ki, bu şəkildə də artıq vaginal baxışda uşaqlıq boynunu aydın görmək olur. Gəldik daxili cinsiyyət üzvlərinin qidalanmasına. Daxili cinsiyyət üzvləri qarın ortasından başlayan daxili qalça arteriyasının, arteria iliaca interna, buradaydı, səhv seçdim. Daxili qalça arteriyasının arteria uterina, yəni uşaqlıq şaxələri ilə qidalanır. Bu arteria uterina həmçinin yumurtalığa da şaxələr verir və vaginanın yuxarı hissəsini də qidalandırır. Amma vaginanın özünün ayrıca damarı da var, arteria vaginalis. Yenə daxili qalça arteriyasından başlayır və vaginanı qidalandırır. Yumurtalığı qidalandıran isə yumurtalığa deməli suspensor bağdan, ligamentum suspensoriumdan, yəni yumurtalığın asılan bağından, onun daxilindən keçən damarlar qidalandırır. Yəni yumurtalığın öz arteriyası qidalandırır. İnervasiyasına gəldik. Deməli, aşağı qarınaltı kələfdən başlayan plexus uterovaginalis var, uşaqlıq yolu kələfi. Bu kələfdən çıxan sinirlər vasitəsilə inervasiya olunurlar. Və biz belə qərara gəldik ki, hər bölmənin sonunda həmin bölməyə aid olan sualları yerləşdirək. Hər bölməyə aid də 3 sualımız var. Birinci sual oxuyuram.
60 yaşlı qadın 6 aydır davam edən qarın ağrısı və köp şikayəti ilə həkimə müraciət edir. O bildirir ki, özünü yorğun hiss edir və son 3 ay ərzində 4,5 kiloqram çəki itirib. Onun uşağı yoxdur, fiziki müayinə zamanı çanaqda kütlə aşkar edilir. Qarın və çanağın KT müayinəsində lokal yayılması olmayan sol yumurtalıq kütləsi görünür. Ovari ektomiya, yumurtalığın çıxarılması aparılır. Əməliyyat zamanı həddindən artıq qan axmanının qarşısını almaq üçün aşağıdakı strukturlardan hansının bağlanması, yəni liqasiya edilməsi lazımdır? Suspensorium. Aha. Ligamentum suspensorium. Bayaq da dedik ki, deməli ligamentum suspensorium çanağın hüdudi xəttinin arxa yan hissəsindən başlayır, yumurtalığın borucuna bağlanır, onun daxilindən damarlar, sinirlər gəlir, hilum ovaridən yumurtalığı qidalandırır və innervasiya edilir. Digər sualımız, 1 yaşlı qız uşağı son 1 saat ərzində qusma və dayandırıla bilməyən ağrı səbəbilə təcili yardıma gətirilir. Anası həmçinin qasıq nahiyəsində şişkinlik müşahidə edib. Ananın özü 10 yaşında mərkəzi sinir sistemi şişi diaqnozu almış və müalicə olunmuşdur. Fiziki müayinə zamanı inguinal liqamentin yuxarısında palpasiya olunan kütlə aşkar olunur. Kütlə geri yerləşdirilə bilmir. Əməliyyat zamanı cərrah kanalın içində hansı strukturu gözləməlidir? Urax deyil. Girdaba. Aha, ligamentum teres uteri, yəni uşaqlığın girdə-bağı. Dedik ki, bu fundusla cisim arasından başlayır, qasıq kanalına, yəni inguinal kanaldan keçir və böyük cinsiyyət dodaqlarına bağlanır. 55 yaşlı qadın 5 aydır davam edən çanaq nahiyəsində narahatlıq şikayəti ilə həkimə müraciət edir. Son zamanlar sidik ifrazında çətinlik yaranıb. Onun 5 uşağı var və hamısı normal vaginal doğuşla meydana dünyaya gəlib. Fiziki müayinə zamanı uşaqlığın Harman səviyyəsinə qədər sallanması, yəni prolaps aşkar edir və gücənmə zamanı daha da artır. Aşağıdakı bağlardan hansının defekti bu vəziyyətə ən çox səbəb olmuşdur? Servikal. Aha. Lateral servikal kardinal bağ. Bayaq da dedik ki, uşaqlığı fiksasiya edən ən böyük bağdır deyə bilərik. Buna transversal, yəni köndələn bağ da deyirik. Uşaqlıq boynundan başlayır və çanaq fasiyasına bağlanır. Aha, suallarımız bitdi. İndi Aysudadır. Mövzunun davamı. Bir dəqiqə ekranı paylaşım. Tamam. Mən də rektum və uretranı danışacağam bugün. İlk olaraq rektumdan başlayaq, ümumi anatomiyasından. Rektum kiçik çanaq boşluğunda, oma və büzgün sümüklərin önündə uşaqlıq yolu və uşaqlığın arxasında yerləşir. Təxmini olaraq uzunluğu 15-20 sm-dir. Üst hissədə kolon sigmoidum S3 səviyyəsində kolon sigmoidumu ilə, aşağı hissədə isə kanaliz analiz ilə davam edir. 3 əyriliyə malikdir. Buradan yuxarı və aşağı əyriliyi sağa doğru, orta əyriliyi isə sola doğru yerləşir. Alt hissəsi bunun genişlənir və ampulla rektini əmələ gətirir. Ampulla rektidə bunun daralan terminal ucundan kanaliz analiz davam edir. Anus dəliyi vasitəsilə də sonlanır. Bu dəlik daxili və xarici əzələlərlə əhatələnib. Burada göstərildiyi kimi daxili əzələ muskulosfinkter ani internus və xarici əzələ muskulosfinkter ani externus. Bu da 3 hissədən pars profunda, pars superficialis və pars subcutanla ibarət bir şəkildədir. Bunlardan daxili əzələ qeyri-iradidir, xarici əzələ isə iradi olur və aralıq əzələlərinə aiddir. Kanaliz analizin üzərini mukoz bir təbəqə örtür və burada deməli düz bağırsağın ampul hissəsi, bir də dediyimiz kimi anus kanalı hissəsi var. Bu ampul hissədə köndələn, anus kanalı hissəsində isə boylama büküşlər burada göründüyü kimi mövcuddur. Bu boylama büküşlər bir neçə sütun əmələ gətirir, yəni kolumna analizi əmələ gətirir. Bu sütunların arasındakı hissələr isə sinus analizi, yəni ki anus ciblərini əmələ gətirir. Ciblərdən aşağı hissədə isə valvula analiz, yəni anus qapaqcıqları yerləşir. Bu anus valvula analizlər birləşir və kanaliz analizinin ətrafında linea pectinatanı əmələ gətirir. Belə bir dairəvi sahə yaradırlar. Buradakı venoz damarlar kələf əmələ gətirdiyinə görə bu hissə hemoroidial zona adlanır
Bu linea pectinatanın altında isə keçid hissə kimi pektin analiz yerləşir. Bu da çoxqatlı yastı epitellə örtülmüş bir vəziyyətdədir. Bundan alt hissədə isə gördüyünüz kimi linea anoktan, yəni bəyaz çizgi də deyirlər buna, bununla sonlanır və burada artıq kanal analizi mukozası həqiqi dəriyə çevrilir. Sonra keçirik qan təchizatına. İlk olaraq arterial qanlanması. Rektumun arterial qanlanması 3 əsas mənbədən olur. İlk olaraq yuxarı düz bağırsaq arteriyası, inferior mesenterik arteriya. Bu mənşəyi aşağı müsariqə arteriyasıdır. Əsasən rektumun yuxarı 3/1 hissəsini mukoz və submukoz qatı qidalandırır. Sonra orta düz bağırsaq arteriyası, arteria iliaca interna. Bu isə mənşəyi daxili qalça arteriyasıdır və rektumun da elə orta hissəsini, əzələ qatını qidalandırır. Hətta bəzən qadınlarda vaginanın arxa divarında qidalandıra bilir. Daha sonra üçüncüdə aşağı düz bağırsaq arteriyası, arteria pudenda interna. Bu isə mənşəyi daxili zinsət arteriyasıdır və bu da rektumun aşağı hissəsini və anal kanalı qidalandırır əsasən. Sonra venoz qan təchizatı. Burada 3 əsas vena ilə olur. Bu sistemdə həm portal, həm də kaval dövranla əlaqəlidir. İlk olaraq yuxarı düz bağırsaq venasından başlayacaq olsaq, vena rectalis superior. Bunun mənşəyi rektumun yuxarı hissəsindəki olan venous plexusdur. Yəni bu portal venos sisteminə daxildir daha çox. İkinci olaraq isə orta düz bağırsaq venası, vena rectalis media. Bunun mənşəyi isə daxili qalça arteriyasıdır və bu kaval sistemə daha çox aiddir. Aşağı düz bağırsaq venası da vena rectalis inferior. Bu da eyni şəkildə kaval sistemə aid bir venadır. Rektumda portokaval anastomoz mövcuddur və bu portal hipertenziya olan zaman bu sahədə buna görə venoz genişlənmə, yəni daxili hemoroidin yarana bilmə ehtimalı olur. Sonra limfa drenajı. Bu limfa bizim üçün bu dünya rektumda xərçəngi metastaz yolunu müəyyən etmək üçün çox vacibdir. Limfa drenajında da burada 3 hissədən ibarətdir. Yəni yuxarı, orta və aşağı hissə. Yuxarı hissə əsasən aşağı müsariqə limfa düyünləri, orta hissə daxili qalça limfa düyünləri, aşağı hissə isə deməli səthi qasıq limfa düyünlərindən ibarət olur. Sinir təchizatına keçək. Demək, sinir təchizatı vegetativ və somatik komponentlərdən ibarətdir. Vegetativ özdə simpatik və parasimpatik olmaqla 2 yerə bölünür. İlk olaraq başlayaq simpatik liflərdən. Simpatik liflərin mənşəyi yuxarı hipogastrik kələf, plexus hipogastrik superiordur. Bunun funksiyası odur ki, sfinkterin tonusunu artırır və peristaltikanı azaldır. Parasimpatik liflər isə bunun mənşəyi çanaqdaxili sublaxnik sinirlərdir, S2, S4 səviyyəsində. Bunlar da əksinə peristaltikanı artırırlar, defikasiyanı stimullaşdırırlar. Daha sonra somatik sinirlər, bunlara pudendal nervus pudendus siniri aiddir. Bunun funksiyası isə xarici anal sfinkteri inervasiya edir və şuurlu nəzarəti təmin edir daha çox. Sonra klinik əlaqələr. Rektovaginal septum nədir? Rektum və vagina arasındakı nazik birləşdirici toxuma təbəqəsidir. Bu sahə doğuş zamanı zədələnə bilir. Həm də burada rektovaginal fistula da əmələ gələ bilir. Rektovaginal fistula nədir? Rektum və vaginanın arasındakı patoloji bir keçiddir. Bunun yaranma səbəbi müxtəlif cür ola bilər. Məsələn, doğuş travmalarından yarana bilər. 3-cü, 4-cü dərəcəli perineal yırtıqlardan, hər hansısa çanaq əməliyyatından və yaxud iltihabi xəstəlikdən, şişdən zamanı əmələ gələ bilər. Klinik əlamətlər burada nədir? Nədisin vaginadan gəlməsi və davamlı infeksiyanın yaranmasıdır. Müalicəsi də ondan ibarətdir ki, transvaginal və yaxud da transanal yolla cərrahi müdaxilə eləyib fistulanı bağlamaq mümkündür. Bu şəkildə də bu cərrahi müdaxiləni göstərmişəm. Cərrahi müdaxilə ilə bunu düzəltmək olur. Daha sonra rektosel, rektumun ön divarının vaginanın arxa divarına doğru qabarmasıdır. Səbəblər ola bilər ki, rektum və vagina arasındakı əzəllər zəifləsin və yaxud çoxsaylı doğuş olması, yaşlanma və estrogenin azalması kimi səbəblər ola bilər. Bu şəkildə də göründüyü kimi normal qadın periodiki bu şəkildə görünür. Rektosəldə isə bu formada qabarıq olur. Daha sonra hemoroid. Hemoroid rektum və anal kanalın submukozunda yerləşən venous plexusun patoloji olaraq genişlənməsi və yəni varikoz dəyişməsinə deyilir. Bu əsasən
xarici və daxili düz bağırsaq venöz plexusunda burada iştirak eləyir. Hamiləlik dövründə demək olar ən mühüm risk faktorlarından biridir. Bunun da səbəbi odur ki, hamiləlik dövründə proqesteron hormonu artdığı üçün bağırsaq hərəkəti yavaşlaya bilər. Bundan da yana bilər və yaxud da əlavə olaraq damarlar genişlənsə qan axını yavaşlayır və bu da hemoroidi yarada bilər. Doğuş zamanı hemoroid yarana bilər güclü güclənmədən və yaxud qarnıdaxili təzyiqin kəskin bir şəkildə artmasından, burada pelvik venoz sistemində təzyiqin yüksəlməsindən ani şəkildə yarana bilər. Bir də doğuş sonrası da yarana bilər ki, çanaqlı bəzəklər zəifləsə və yaxud venoz drenaj tam bərpa olunmasa müşahidə oluna bilər. Müalicəsi necə olur? Demək, göründüyü kimi burada 4 evrəsi var bunun dərəcəsi. Birinci və ikinci demək olar evrələrdə olanda konservativ müalicə üsullarından bunu icra etmək olur. Venotoniklərdən, şamlardan, mazlardan və s. yerli preparatlardan istifadə etməklə düzəltmək olur. İkinci, üçüncü dərəcədə olduqda isə minimal invaziv üsullar tətbiq oluna bilər. Məsələn, skleroterapiya, lateks salqanla liqasiya, bir də infraqırmızı koagulyasiya üsuluna düzəltmək olar. Artıq 3-cü və 4-cü ən son evrələrdə olanda isə hemeroidektemiya və Stapler üsuluna, yəni Long əməliyyatına icra olunur. Burada da Long əməliyyatın, Stapler üsulunun və hemeroidektemiyanın şəkli görünür. Buna həmçinin zımba üsulu da deyilirdi. Daha sonra uretra. Bunun ümumi anatomiyasına gələcək olsaq, sizi xaricə çıxarmaya kömək edən 5-6 sm təxmini uzunluğunda bir kanaldır. Bunun daxili dəliyi sidiklikdən başlayır. Xarici dəliyi isə uşaqlıq yol dəhlizinə açılır. Divarı 3 qatdan ibarətdir bunun. Mukoz, əzələ və həlqəvi bağ və venöz plexuslardan. Bunun mukoz hissəsi tənzimləyici epiteldən ibarətdir. Çox qatlıdır. Əzələ qatı içəri hissədə qlat əzələ, xaricdə isə sklet əzələdən ibarət olur. Həlqəvi bağda damar plexusundan əhatələnmiş bir şəkildə olur. Bunun damar təchizatına gələcək olsaq, yəni arterial qanlanma 3 hissədən ibarətdir. Aşağı sidik hissəsi arteria vesikalis inferior. Daha sonra bu sidik hissəsinin alt hissəsini, bir də uretranın proksimalını daha çox qidalandırır. İkinci, vaginal arteriya. Vaginal arteriya isə vagina və uretranın arxa divarını qidalandırır. Burada uretrovaginal septumun damar təchizatında iştirak edir bu vaginal arteriya və uretrovaginal fistula əməliyyatında bu arteriyanı mütləq bir şəkildə qorumaq lazımdır. Və ən son üçüncü də daxili cinsiyyət arteriyası, arteriya pudenda. Bu da perineum və uretranın distal hissəsini qidalandırır. Ən axırıncı da uretral arteriya. Bu distal uretra üçün daha vacib bir şəkildədir. Sonra venoz drenaj damar təchizatının venoz hissəsinə gəldikdə isə uretranın ətrafında zəngin bir şəkildə venoz plexus mövcuddur. Qan burada internal pudental vena ilə internal iliak venasına doğru axır. Bu plexusun əsas klinik əhəmiyyəti ondan ibarətdir ki, sidiyin saxlanmasında mühüm rol oynayır. Yenə 3 hissədən ibarətdir. İlk olaraq uretral venoz plexus. Bu uretranın divarında yerləşir və zəngin venoz tor təşkil edir. Demək olar qanın əsas toplanma hissəsi bu hissədir. Daha sonra vaginal venoz plexus. Bu da yenə uretrana sıx anatomik əlaqəlidir və qanın bir hissəsi buradan axır. Və vesikal venoz plexus isə uretranın plexusla əlaqələndirir və bu sidik hissəsinin ətraf hissəsində yerləşir. Qan burada vena vesikalisdən vena iliac interneyə axır, oradan isə ürəyə doğru gedir. Bunun limfa drenajından danışacaq olsaq, 2 hissədən ibarətdir. Proksimal hissə, yəni sidik hissəsinə yaxın hissə və distal xarici dəliyə yaxın olan hissədən. İlk olaraq proksimal hissə bu hissəyə aiddir noduli limfatik iliac interni və noduli limfatik obturatori. Distal hissə isə noduli limfatik inguinalis superficialis aiddir. Proksimal hissədən danışacaq olsaq, burada limfa daxili qalça limfa düyünlərinə axır, qismən də xarici qalça limfa düyünlərinə axa bilir. Distal hissə isə səthi qasıq limfa düyünlərinə doğru axır. Bunun klinik əhəmiyyəti nədən ibarətdir? Uretranın proksimal hissəsinin patologiyaları əsasən çanaq limfa düyünlərinə doğru, yəni iliac limfa düyünlərinə doğru yayılır. Distal hissənin şişləri isə ilk növbədə qasıq limfa düyününə metastaz verə bilir.
sinir təchizatı. Burada da yenə simpatik, parasimpatik və somatik innervasiya var. Simpatik innervasiya hipogastrik çərəf vasitəsilə olur. Bu daxili sfinkteri yığır və sidiyin saxlanmasına kömək eləyir. Parasimpatik innervasiya pelvik nervlər, pelvik splanxnik sinirlər də olur. Bunlar detrusor əzələni, yəni sidik hissəsini əhatə edən bu əzələni yığır və miksiyanı, yəni ki, sidiyin ifraz olunma prosesini başladır. Somatik innervasiya isə pudendal nerv vasitəsilə olur. Bu da xarici uretral sfinkteri idarə edir və şuurlu şəkildə sidiyin saxlanmasını elə bir təmin eləyir. Klinik əhəmiyyətindən danışacaq olsaq, ilk olaraq sidik inkontinensiyası, yəni sidik qaçırma. Bunun əsas səbəbi xarici sfinkterin zəifliyi ola bilər və yaxud da pelvik tibi əzələlərin boşalması. Daha çox olur ki, bu çoxsaylı doğuşdan sonra görülür və yaxud stres, çox dolma və neurogenik kimi bir neçə faktordan da yarana bilər. Uretral struktura, yəni uretranın daralmasıdır. Bu da travmadan, cərrahi müdaxilələrdən, infeksiyadan, kateterizasiyadan və sair səbəb ola bilər. Bunlar səbəb ola bilər buna və bu cərrahi əməliyyatla burada göründüyü kimi düzələ bilir. Uretral infeksiya demək, qadın uretrası qısa olduğu üçün burada bakteriyaların kanalizasiyası asan bir şəkildə olur. Göründüyü kimi bu zamanda bu infeksiyanın əlamətləri bir neçə var ki, dizuriyadır, yanma və polakuriya kimi bir neçə əlamətlərə malik olur. 3 dənə case var məndə yenə, onlara davam eləyək. 35 yaşlı qadın 2 normal vaginal doğuşdan sonra defekasiya zamanı qanaxma və anal nahiyədə şişkinlik şikayəti ilə müraciət edib. Müayinə zamanı daxili hemoroid düyünləri aşkarlanıb. Bu patologiyanın əsas anatomik səbəbi hansı venöz strukturun genişlənməsidir? B. Aha, düzdür. Plexus venous rectalis internusunun genişlənməsindən yaranırdı hemoroid. İkinci sual, 48 yaşlı qadına distal uretra karsinoma diaqnozu qoyulub. Həkim metastaz ehtimalını qiymətləndirmək üçün ilk növbədə hansı limfa düyünlərini müayinə etməlidir? C. Düzdür. Distalda nodingunalis superficialis idi. Metastaz ora verirdi. Üçüncü sual, 29 yaşlı qadın çətin vaginal doğuşdan sonra öskürərkən və gülərkən sidik qaçırma şikayəti ilə müraciət edir. Müayinə zamanı xarici uretral sfinkterin zəifliyi aşkarlanır. Aşağıdakı sinirlərin hansının zədələnməsi bu vəziyyəti ən yaxşı şəkildə izah edir? Pudendus'tu, nervus pudendus. Aha, nervus pudendus doğru. Mənim listəm bu qədər idi. Çıxın filan başlasın. Bir dəqiqə ekran paylaşım. İhtiva edən cərrahi bir sahədir. Bu ginekoloji cərrahiyyədə anatomik tanınması, radikal histerektomiya, limfadenektomiya, pelvik onkocərrahiyyə və ağır qanaxmaların idarəsi zamanı həyati əhəmiyyət daşıyır. Bundan başqa bu eyni zamanda periton strukturlarının anatomiyası dəyişdikdə normal anatomiyanı bərpa etmək üçün cərrah retroperitoneal sahəyə daxil olmalıdır. Çünki bu sahə əsasən təhlükəsiz zonadır və eyni zamanda buradakı orqanların hər tərəfli təbəqəyə ayırmaq mümkündür. Bundan başqa gəlin baxaq ki, cərrah üçün hansı retroperitoneal sahələr vacibdir. 4 əsas sahə var. Burada paravezikal sahə, Fidan səsin bağlandı.
üçün bir neçə retroperitoneal sahə vacibdir. Bunlar əsasən 4 dənədir. Bura paravezikal sahə, pararektal sahə, presakral və retropubik sahə aiddir. Burada qırmızı xətlə işarə elədiklərim də əsasən. Bu şəkildə də daha qəşəng görünür, ona görə qoymuşdum. İndi isə gəlin baxaq ki, bu paravezikal sahədir. Bu əsasən retius boşluğunun yan hissəsində kardial bağın önündə iki tərəfli olaraq yerləşir. Burada şəkildə daha aydın düşmədiyinə görə yazı ilə bildirmişəm. Onun sərhədlərinə baxacağıq. Əsasən bir neçə sərhədi var ki, yuxarıdan lateral göbək qırışığı ilə və inferior epiqasterik damarın əmələ gətirdiyi peritoneal qalınlaşma ilə əhatələnib, aşağıdan puboservikal fasiyanın levator ani əzələsi və iliogekus əzələsinin strukturuna daxil olduğu hissədə yerləşir. Öndən isə superior pubik ramusla və qalça sümüyünün qövs xətti ilə əhatə olunub. Arxadan daxili qalça arteriyası və venasını örtən endopelvik fasiya onu pararektal boşluğun ön hissəsindən və uşaqlıq arteriyasından ayıran kardinal bağla əhatə olunub. Lateraldan çanaq divarı daxili obturator əzələ və levator ani əzələsi ilə, medialdan isə sidik hissəsinin sütunları ilə sərhədlənir. Bu presakral rahiyədir. Birinci şəkildə kadavra üzərində göstərilib, digəri də yenə presakral sahəni göstərir. Bu boşluq da retrorektal boşluqdur. Düz bağırsaq ilə oma büzdüm hissəsi arasında yerləşir. Presakral boşluq omanın presakral fasiyası ilə arxa qarın divarının parietal qarın pərdəsi arasında yerləşən retroperitoneal sahədir. Onun da bir neçə sərhədi var ki, bu 17-ci şəklə görə deyəcəyik. Yuxarıdan qarın pərdəsinin qırışları ilə, öndən sigmoid bağırsaq müsabiqəsinin hissəsi ilə, arxadan rektal fasiya düz bağırsaqla, daha doğrusu arxa rektal fasiya və düz bağırsaqla, arxadan isə ön boylama bağla, oma burnu ilə, omanın ön hissəsi ilə sərhədlənir. Lateraldan sidiyaxarı daxili ilyak damarlar və hipoqasterik sinirlərlə, aşağıdan isə levator ani əzələsi və büzdüm əzələsi ilə əhatə olunmuşdur. Burada pararektal sahə göstərilib, yenə birinci şəkil kadavra üzərindədir. Bu boşluq isə düz bağırsaq və retrorektal boşluğun yan tərəfində yerləşir, kardinal bağın arxa hissəsindədir. Onun da sərhədləri var. Öndən kardinal bağla, medialdan rektal sütunlarla, uşaqlıq oma bağı ilə, sidiyaxarı ilə, lateraldan isə daxili qalça arteriyası ilə, arxadan oma sümüyü, aşağıdan isə puborektal əzələ ilə əhatə olunub. Bu prevezikal sahəni göstərir. Bu prevezikal sahəyə eyni zamanda retropubik sahə də deyilir. Sidik hissəsi ilə os pubis arasında yerləşir. Adətən pi toxuması ehtiva edən qarın pərdəsi xarici bir sahədir. Onun da sərhədləri var. Öndən simfizis pubika ilə, arxadan isə sidik hissəsi ilə əhatə olunub. Yuxarıdan parietal qarın pərdəsi, yəni qarnın ön divarı ilə, lateraldan isə çanaq fasiyasının qövs vətəri və oturaq sümükləri ilə sərhədlənmişdir. Eyni zamanda bu boşluq pi və birləşdirici toxumadan ibarətdir. Sidiyaxarının pararektal boşluğun hissəsində, daha doğrusu sidik axarı bu boşluğun medial hissəsindən keçir və onu iki yerə böləcək, Okubayashi və Letsko sahələrinə bölür. İndi isə daha doğrusu belə deyək. Yəni bu sahələri bilməyimizin önəmi odur ki, bu əməliyyat zamanı sidik axarları zədələnə bilir, damarlar və onkoloji əməliyyatlar zamanı böyük qanaxmalar ola bilir. Cərrah bu sahələri bilərsə, sidik axarını daha yaxşı seçə bilər. Çünki sidik axarı ginekoloji orqanlara, damarlara daha yaxın yerləşir.
Bu boşluqları tanıdığımız zaman əməliyyat zamanı CD yaxarını daha təhlükəsiz şəkildə izolyasiya etmək mümkündür. Eyni zamanda CD yaxarından əlavə qalça arteriyasını da deyə bilərik. Çünki bu qanaxmanın qarşısını almaqda bizə kömək eləyir. Onkoloji əməliyyatların icrasında isə bu boşluqlarda xərçəng hüceyrələri əsasən bu boşluqlarda metastaz verə bilir. Ona görə də bu hissələri anatomik cəhətdən bilmək cərraha böyük köməklik göstərir. Bundan sonra suallarımız var. Birinci sual belədir. Birinci sual, böz kolposuspensiyası əməliyyatı zamanı cərrah resius boşluğuna daxil olur. Bu aşağıdakılar variantlardan biri onun arxa sərhədini təşkil edir. Sizcə bu hansı variantdır? Silik hissəsi. Şeydə mən əlavə eləmək istəyirəm. Keçən dəfə danışmışdım bu haqda. Burst əməliyyatı zamanı ligamentum pectinale, Cooper Bu ligamentinin sualın cavabını dediksə ifadə görmədim, edilir. çünki atmışdım mən. Silik hissəsi. Bir dakika, Efruz'un sözü yarımçıq qaldı. Bir dənə Efruz sözünü bitirsin, sonra Burada ikinci suala bayaq keçək. dediyimiz, qeyd elədiyimiz kimi arxa sərhəddə, ona görə də C variantı olmalıdır. Parietal qarın pərdəsi ilə. Digər sual, cərrah uşaqlıq boynu xərçəngi üçün radikal histerektomiya əməliyyatı yerinə yetirir və pararektal boşluğu formalaşdırır. Pararektal boşluq aşağıdakı strukturların hansı tərəfindən medial və lateral hissələrə bölünür? Bu pararektal boşluq qeyd elədiyim kimi pi və birləşdirici toxumadan ibarət olur və CD yaxarı onun medial hissəsi boyunca keçir və pararektal boşluq daxilində CD yaxarı onu iki hissəyə bölünür. Biri Okabayashi və lateral Latsuko hissələridir. Ona görə də cavab C variantıdır. Digər sual, sarkokolpopeksiya əməliyyatı zamanı cərrah presakral boşluğun anatomik sərhədinə diqqət yetirməlidir. Bu boşluğun kaudal sərhədi hansı strukturlardan ibarətdir? C Burada da variantı. bayaqki şəkildə sonra isə yazı ilə qeyd etmişdim ki, levator ani əzələsi və büzdü məzələsi, yəni C variantı olacaq. İndi isə sıra Nəcibədədir. Çok Sağ olun. görebilirsiniz siz ekranı. Aha. Bir daha hamımızın axşamı xeyirli olsun. Bizim komandamızın son partını mən sizə təqdim edəcəm. Burada kol sizdə belə işarəsi görsənir. Mən göstərim buradan. Bilmirəm sizdə görsənir. Görünür, hə, Hə, balacalaşdır. tamam. İndi görsənir. Görsənmir. Getdi. Əla. Mən sizə xarici cinsiyyət orqanları haqqında məlumat verməyə çalışacağam. Əlimdən gəldiyi qədər həm lakanik, həm ətraflı tutmağa çalışıram. Danışdığım əsnada nə sizə aydın olmasa, sözümü kəsib sual verə bilərsiniz, narahat olmayın. Yəni burada heç bir mühazirə, tələbə mühiti yoxdur, ona görə rahat olun, zəhmət olmasa. Ümumilikdə məlumat verəcəyim hissələrdə perineum, elektrik toxumalar, əzəllər, xarici üzvlərin səthi özəllikləri, somatik sinirlər, visceral sinirlər və ümumilikdə xarici cinsiyyət orqanlarının səthi anatomiyası haqqında məlumat verəcəm. İlk öncə perineum haqqında danışmaq istəyirəm. Perineum deyəndə ümumiyyətlə ilk öncə gözümün önünə 4 punkt gəlir və 4 punkt başlığı altında sizə məlumat verməyə çalışacağam ki, hansı ki perineum sərhədləri və tavanıdır, regioanalizdir, hansı ki perineum
xəyali bir xətt vasitəsilə regio analiz və regio urogenitalis hissələrinə bölünür. Həmin o iki hissə haqqında məlumat verəcəm və son olaraq da kompartimentum superficiale perineidəki strukturlar haqqında danışacağıq. İlk öncə onu deyim ki, perineum çanağın dibi səviyyəsindən aşağıda budların arasında yerləşən rom şəkilli bir sahədir. Bu şəkildə də gördüyünüz kimi. Onun periferik sərhədi apertura pelvis inferior, tavanı diafragma pelvis, hansı ki diafragma pelvisində musculus levator ani və musculus coccygerius əmələ gətirir. Dar lateral divarların isə levator ani əzələsinin yapışma səviyyəsindən aşağıda çanaq boşluğunun divarları tərəfindən əmələ gətirildiyini görə bilərik. Perineum ümumilikdə ön hissədə regio urogenitalis və arxa hissədə isə regio analiz olmaqla iki hissəyə bölünür ki, bunlar haqqında ümumilikdə iki hissədə ətraflı məlumat verəcəyik. Amma bir açar sözlər olaraq ümumi bir qısaca bir fikir formalaşsın deyə sizə birazcıq məlumat vermək istəyirəm bu haqda ki, regio urogenitalis sidik sistemi və reproduktiv sistemin sonluqları ilə əlaqəlidir. Yəni çıxışlar həmin hissəyə olur və xarici genital orqanların fiksasiyasını təmin edir bu hissə. Regio analizi isə anus və eksternal anal sfinkteri özündə birləşdirir. Bu nahiyənin əsas siniri və arteriyası, yəni perineumun əsas siniri və arteriyası müvafiq olaraq nervus pudentus və arteria pudenta internadır. İndi daha kiçik başlıqlar haqqında, ya daha doğrusu altından məlumat vermək istəyirəm. Sərhədlər və tavan haqqında. Perineumun kənarları ön tərəfdə simfizis pubica, yəni simfizis pubicanın aşağı kənarı, arxa tərəfdə koksikusun ucu, yanlarda isə tuberisiadikumlarla müəyyən olunur. Bu hissədə gördüyümüz kimi burada yazılıb tuberisiadikumlar, bu hissələrdə müəyyən olunur. Həmçinin lateral sərhədlərinin ön hissəsində ramus isopubicus, arxa hissəsində isə ligamentum sacrotuberale tərəfindən formalaşır. Yəni ümumilikdə biz perineumu təsəvvür etsək, bu sərhədlərin daxilində olan həmin bu hissəni təsəvvür etməliyik. Simfizis pubica, tuberisiadikumlar və koksikus əslində pasientdə palpasiya oluna bilən hissələrdir. Yəni əllə toxunduqda biz həmin hissələri hiss edə bilirik. Perineum özü iki tuberisiadikumlar arasında çəkilən xəyali xətt vasitəsilə iki üçbucağa bölünür. Gözünüzün önünə gətirin ki, bu hissədən birindən xəyali bir xətt çəkirik. Həmin bu tuberisiadikumlar arasında və əslində bu hissədə iki dənə üçbucağımız meydana gəlir ki, hansı ki yuxarı hissədə yaranan üçbucağımıza regio urogenitalis dedik bayaq, aşağı hissədə yaranan hissə biz dedik regio analiz. Bu xəttin, deməli bu xəttin əslində ön və arxasına görə biz bu zonaları müəyyənləşdirdik. Bir də əhəmiyyətli məqam ondan ibarətdir ki, bu iki üçbucaq əslində eyni müstəvidə yerləşmir. Anatomik vəziyyətdə regio urogenitalis horizontal müstəvidə yerləşdiyi halda, yəni o horizontal sferada yerləşdiyi halda, regio analiz isə transtuberial xətt səviyyəsindən yuxarıya doğru əyilmiş vəziyyətdədir və daha çox posterior, yəni arxa istiqamətə doğru baxır. Perineumun tavanı isə musculus levator ani tərəfindən formalaşdırılır və yuxarıdan çanaq boşluğunu aşağıda yerləşən perineumdan ayırır. Hər iki tərəfdə yerləşən bu əzələlər konus formalı diafragma pelvisi əmələ gətirir. Bu diafragma pelvisi əmələ gətirir və onun aşağı ucunda region analiz səviyyəsində isə anal dəlik yerləşir. Bir də bunu qeyd etmək istəyirəm ki, ön tərəfdə regio urogenitalis sahəsində əzələlərdə olan U şəkilli defekt var ki, hansı ki bu gördüyümüz həmin bu U formalı hissə, həmin hissəyə uretra və vaginanın dəlikləri açılır. Daha sonra gələk membrana perineyi və sacus profundus perineyiyə. Deməli, perineal membran əslində regio urogenitalis dolduran qalın fibroz bir təbəqədə söhbət həmin bu ağ hissədən gedir, bu membrandan gedir. Onun arxa kənarı sərbəstdir. Orta xəttdə korpus perineyi bəlkədir və lateral tərəflərdə isə arcus pubicaya yapışır. Perineal membranın dərhal yuxarısına, yəni həmin hissəsində nazik bir sahə var ki, bu sacus profundus perineyi deyilir həmin bu hissəyə və burada skelet əzələləri ilə neurovaskulyar strukturlar mövcuddur. Bir də bu ikisi də yerləşən skelet əzələlərinin arasında da musculus sphincter ani externus da var həmin hissədə. Bir də perineal membranın vacus profundus perineyi xarici genital orqanlar üçün dayaq, əslində bir tutucu rol oynayır və bu orqanlar onun aşağı səthinə bərkidilir. Bərkidilir deyən, birləşmiş halda olur. Eyni zamanda musculus levator anidəki urogenital hiatusdan aşağıda yerləşən hissələr çanaq orqanlarının yuxarıdan dəstəyini təmin edirlər. Ureter çanaq boşluğunu tərk edərək sacus profundus perineyi və perineal membran vasitəsilə perineuma daxil olur əslində və qadınlarda vaginada uretranın arxasında olub bu strukturlardan keçir də deyə bilərik.
Daha sonra bayaq sizə danışdığım həmin bu xəyali xətt. Deməli, regio urogenitalis və regio analiz hər biri haqqında indi biraz daha dərinləşib məlumat vermək istəyirəm. İlk öncə bunu deyim ki, başlıca olaraq regio analiz haqqında qısa bir məlumat vermək istəyirəm. Perineum regio analiz hissəsi posterior inferior istiqamətdə, yəni arxa və aşağıya doğru yönəlmiş istiqamətdə yerləşir və lateral tərəfdən ligamentum sacrotuberale, bayaqki şəkildə biz əslində gördük o strukturu. Ligamentum sacrotuberale. Deməli, ligamentum sacrotuberale'nin medial kənarları, ön tərəfdən iki tuber ischiaticumlar arasındakı horizontal xətt və arxa tərəfdə isə coccus ilə məhdudlaşır. Yəni gözümüzün önünə sərhədlərini gətirsək, əslində tam olaraq xəyalımızda canlandıra bilərik. Deməli, onun tavanının musculus levator ani və musculus coccygeius'dan ibarət diafragma pelvis təşkil edir. Həmin hissədə regio analizdə müəyyən əzəllər var ki, həmin əzəllərin əslində musculus sphincter ani externus daxildə həmin əzəllərə və onun da özü 3 hissədən ibarətdir. Deməli, bu haqda da məlumat verəcəm birazdan. Deməli, anal dəlik ümumilikdə mərkəzdə yerləşir. Bu hissədə gördüyümüz həmin parmağımla göstər. Bu hissədə anal dəlik yerləşir, mərkəzdə yerləşir və hər iki tərəfdə fossa ischiocanalis ilə əlaqəlidir bu hissə. Və regio analizdə də dediyim əsas əzələ musculus sphincter ani externusdur. Musculus sphincter ani externus anal kanalı əhatə edir və sklet əzələsindən ibarətdir. Əslində 3 hissəsi var. Dərin hissəsi, səthi hissəsi və subkutanus hissəsi. Bu hissələr anal kanal boyunca yuxarıdan aşağıya doğru əslində ardıcıl yerləşirlər və əslində həmin əzələrin başlanma və sonlanma yerlərini həmin bu cədvəldə görə bilərik və həmin bu əzələ musculus sphincter ani externus nervus prudentus ilə deməli innervasiya olunur və funksiyası odur kanaliz analizi bağlamaq, yəni qapatma funksiyasını yönəldir. Növbəti olaraq gəldik ümumilikdə superficial perineidəki struktura keçmədən öncə regio urogenitalis hissəsindən biraz məlumat vermək istəyirəm. Bu şəkil çox ətraflı və gözəl şəkildə əslində təsvir edir regio urogenitalisdə. Tamamilə regio analizdən ayrılmış regio urogenitalis üçbucağını görürük əslində. Urogenital üçbucaq da deyilir bu hissəyə. Perineum regio urogenitalis hissəsi perineumun ön yarısını təşkil edir və horizontal müstəvidə yerləşir, bayaq dediyim kimi. Xarici genital orqanların köklərini və urogenital sisteminin açılışlarını, yəni dəliklərini özündə cəmləşdirir. Regio urogenitalis aşağıdakı sərhədlərlə, yəni indi deyəcəyim bu sərhədlərlə müəyyən olunur aşağıdan, yuxarıdan və yan hissələrlə. Deməli, lateral tərəfdən rami ischiapubica ilə bayaq göstərdiyim şəkildə daha aydın görsənirdi. Posterior tərəfdən, yəni arxa tərəfdən iki tuber ischiaticumlar arasından çəkilmiş xəyali xətt bu hissədə bunu görürük. Anterior tərəfdən isə simfizis pubicanın aşağı hissəsi ilə əslində sərhədlənir deyə bilərik. Regio analizdə olduğu kimi regio urogenitalisin tavanı da musculus levator ani təşkil edir. Amma regio analizdən fərqli olaraq regio urogenitalis güclü fibromuskulyar dayaq platformasına malikdəsinə. Bu da hardan gəlir? Membrandan gəlir əslində. Belə deyə bilərik. Daha sonra deməli gələk indi kompartimentum superficiale perineidəki strukturlar haqqında məlumat verməyə. Deməli kompartimentum superficiale perineiddə deməli indi adını çəkəcəyim strukturlar var. Deməli, klitoris əmələ gətirən erektil strukturlar, bir də əsasən membrana perineyi və qonşu sümükləri bərkidən erektil strukturlarla əlaqəli skelet əzələləri. Hər bir erektil struktur daha doğrusu genişlənə bilən damar toxumasından ibarət mərkəzi nüvəyə və bir də onu əhatə edən birləşdirici toxuma kapsulasına malikdir. Ümumilikdə erektil toxumalar deyəndə müəyyən strukturlar haqqında məlumat verəcəyik. Deməli, klitoris həmin o strukturlardan biridir. Deməli, klitorisi formalaşdırmaq üçün iki dəst erektil struktur birləşir əslində. Bir cüt silindrik formalı corpora cavernosa urogenital üçbucağın hər iki tərəfində yerləşir və proksimal ucları ilə arcus pubicusa bərkidilir. Bu hissədə bu şəkildə əslində bu daha aydın görsənib. Bu bərkidilmiş hissələr adətən klitorisin krurası, yəni ayaqcıqlar adlanır. Bu hissə, burada yazıb crus of clitoris, bu hissələr əslində ayaqcıqlar adlandırılır. Sümüyə bərkidilməmiş distal ucları isə qadınlarda corpus clitorisi əmələ gətirir. Söhbət bu hissədən gedir.
İkinci elektrik toxuma dəsti orogental sistemin dəliklərini əhatə edir. Qadınlarda bulbus vestibula adlanan bir cüt elektrik struktur vaginal dəliklərin iki tərəfində yerləşir və perineal membrana möhkəm şəkildə bərk edilir. Bu bulbların ön ucları nazik elektrik toxuma zolaqları vasitəsilə tək, kiçik və noxud formalı, noxuda bənzəyən, burada gördüyünüz kimi əzəllərdə əslində və glans klitoris ilə əlaqəlidir. Glans klitoris ilə gördüyünüz kimi əlaqəlidir. Glans klitoris orta xəttdə, korpus klitorisin ucunda və uretra dəliyinin önündə yerləşir. Daha sonra indi ümumilikdə klitoris haqqında məlumat vermək istəyirəm. Klitoris iki korpora kaverni olsa və glans klitorisdən ibarətdir. Bu gördüyünüz hissə. Bərkidilmiş hissəsi, yəni bitişmiş hissəsi bu hissə rod, yəni və yaxud da radix və sərbəst hissəsi isə body və ya korpora adlanır. Burada da qeyd olunduğu kimi. Korpus klitorisin yalnız korpora kavernosasının sümüyə bərk edilməmiş hissələrindən ibarətdir. Yəni, sümüyə bərk edilməyən hissəsi, yeganə hissəsi bu korpus hissəsidir. Digər hissələr isə sümüyə birləşmiş formadadır. Bu şəkildə xəyali formada təsvir olunub əslində. Biz çünki gözlə görə bilmədiyimiz üçün tamam hissəsini, sadəcə glans klitoris hissəsini görə bilirik. Digər hissələr isə xəyali formada burada qeyd olunub. Belə də əslində strukturun tam olaraq yerləşmə sərhədlərini buradan da görə bilərik. Deməli, klitorisin yalnız korpora kavernosası sümüyə bərk edilmiş haldadır. Posterior istiqamətdə bucaq altında yerləşir və perineumun birləşdici toxumalarının daxilində yerləşir. Korpus klitoris yuxarıdan pubik simfizizə bərk edilən ligamentum suspensorium ilə dəstəklənir. Yəni, onun sayəsində əslində həmin hissədə fəza vəziyyətində qala bilir. Glans klitoris korpus klitorisin distal ucuna bərk edilir və bulbus vestibula nazik elektrik toxuma zolaqları vasitəsilə də əlaqəlidir. Glans klitoris perineum səthindən açıq şəkildə görünür. Söhbət bu hissədən gedir. Korpus klitorisdə də dəri vasitəsilə palpasiya oluna bilər. Buradan da bayaq göstərdiyim kimi. İndi isə gəldik glandula vestibularis majorlar. Bu hissələrdə açılış hissələrini görürük biz həmin bəzlərin bu şəkildə. Deməli, qadınlarda glandula vestibularis major müşahidə olunur həmin bu hissələrdə. Bunlar vaginal dəliyin hər iki tərəfində bulbus vestibulanın arxasına yerləşir kiçik noxud formalı selikli bəzlərdir. Glandula vestibularis majorun kanalı ostium vaginənin postlateral kənarı boyunca uzanaraq vestibulum vaginəyə açılır deyə bilərik. Daha sonra gələk perineumdakı əzəllər haqqında danışmağa. Ümumilikdə biz perineumda 3 cüt əzələyə rastlaşırıq, qarşılaşırıq. Bu şəkildə də gördüyümüz kimi. Və üçüncüdür. Deməli, musculus ischiocavernosus, musculus bulbospingosus və musculus transversus perineyi superficialis. Bu hissələrdə yaşıl hissə ilə qeyd olunan hissələrdir. Həmin o bizim adını çəkdiyimiz əzəllərimiz. Bu hissələrdən baxaraq biraz yadınızda saxlamağa çalışın ki, həmin hissəyə keçəndə hansı əzələrdən danışdığımı daha yaxşı başa düşə biləsiniz. Deməli, bu 3 cüt əzələdən ikisi klitorisin kökləri, yəni radix ilə, üçüncüsü isə centrum perineyi ilə əlaqəlidir. İlk öncə musculus ischiocavernosus haqqında danışmaq istəyirəm. Söhbət bu əzələdən gedir. İlki ischiocavernosus deməli əzələsi klitorisin kruralarını örtür. Ayaqcıqlarını bayaq dediyimiz krura hissələrdir bunlar. Həmin bu hissəni örtür. Hər bir əzələ ischial tuberositenin medial kənarına və əlaqəli ischial ramusa bərk edilir və önə doğru uzanaraq müvafiq kruzun, yəni kruranın yan və aşağı səthinə yapışır. Bu əzəllər deməli qanı kruzlardan, yəni kruralardan erektil vəziyyətdə olanda klitorisin bədəninə doğru sıxışdırır. Bu bilgi əslində çox spot bilgidir və imtahanlarda çox istifadə olunur. Çalışın bunu yadınızda saxlayasınız ki, əslində bu əzələrin funksiyası ondan ibarətdir ki, deməli ereksiya zamanı erektil vəziyyətdə olan klitorisi qanı klitorisə doğru sıxışdırır əslində bu əzələ. Daha sonra musculus bulbospingosus əzələsindən danışacağıq. Həmin bu əzələdən söhbət gedir. Yenə bir cütdür. Bu əzələmiz 2 ədəddir. Deməli, bulbospingosus əzələsi əsasən qadınlarda bulbus vestibula ilə əlaqəlidir. Qadınlarda hər bir bulbospingosus əzələsi arxa tərəfdən centrum perineyə bərk edilir.
və ön yan istiqamətdə müvafiq qlandula vestibula major və bu vestibulanın aşağı səthi üzərindən keçərək gördüyünüz kimi bulbun səthinə və perineal membrana yapışır. Digər liflər ön yan istiqamətdə uzanaraq musculus ischiocavernosus'un lifləri ilə qarışır. Bu hissədə gördüyünüz kimi. Bəziləri isə önə doğru hərəkət edərək korpus klitorisin üzərində qövs əmələ gətirir. Bu hissədə gördüyünüz kimi. Deməli, bulbus spingosusun əzələri erektil vəziyyətdə olanda korpus bulbus vestibulanın bərkidilmiş hissələrini sıxaraq bu hissələrdən söhbət gedir. Qana daha distal hissələrə əsasən qlans vəzlərinə doğru yönləndirilir. Bu hissdən sıxılır və qanın qlans vəzlərə doğru, glanslara doğru yönləndirir əslində. Daha sonra sonuncu bizim əzələmiz, həmin bu gördüyümüz əzələdən söhbət gedir. Musculus transversus perineus superficialis. Burada adı ingilis dilində yazılır. Mən çox beynimi qarışdırıb bunları belə görmək. Söhbət bu əzələdən gedir. Musculus transversus perineus superficialis. Yenə cüt əzələlərdir. Deməli, perineal membranın aşağı səthinin arxa kənarına paralel istiqamətdə uzanır. Bu yastı, lent şəkilli, həmin bu əzələlər ramus ischiadicuma bərk edilir, medial istiqamətdə uzanaraq orta xətti sentrum perineal çatır və onu stabilləşdirir. Gördüyünüz kimi lent formasındadır və nazik əzələlərdir digərlərindən müqayisə eləsək. Bu hissədə isə biz kompartimentum superficiale perineada olan əzələlərin başlama yerləri, sonlanma yerləri, innervasiya və funksiyaları haqqında bir cədvəl görürük. Burada ilk hissədə, kişilərdə olan hissələrdə siz onlara fikir verməyin bu hissələrə. Biz qadınlar üçün olan hissəsindən danışırıq. Yenə də hər üç əzələ nervus pudentusu ilə innervasiya olunur və hər birini ayrı-ayrılıqda funksiyalarını qeyd etdiyim kimi burada daha qısa şəkildə görə bilərsiniz. Maraqlıdırsa sizə, istəyirsinizsə skrin eləyib saxlaya bilərsiniz. Çox yaxşı və faydalı bir cədvəldir məncə. Daha sonra gəlirik xarici üzvlərin səthi özəlliklərinə. Deməli, qadınlarda klitoris və vestibulyar aparat bir sıra dəri və toxuma büküşləri ilə birlikdə vulvanı əmələ gətirir. Orta xəttin hər iki tərəfində labia minora adlanan, söhbət bu hissədən gedir, labia minora adlanan iki nazik dəri büküşü yerləşir. Və onların arasında vestibulum vagina adlanan sahə mövcuddur ki, ostium uretra ilə ostium vagina dəlikləri həmin bu hissəyə açılır. Sonra, deməli, ön hissədə labia minora, labius minus bu hissədə qeyd olunub, labia minora hər biri medial və lateral olmaqla iki qola və yaxud da çəngəl də deyirlər bəzi ədəbiyyatlarda, iki qola, iki çəngələ ayrılır. Medial qollar birləşərək frenium klitorisi əmələ gətirir. Bu hissədə gördünüz, bu hissələr burada birləşib frenulunu əmələ gətirir və deməli glans klitorisə birləşir. Bu hissədə glans klitorisdir. Lateral qolları isə glans klitoris və klitorisin bədəni üzərindən ön tərəfdə birləşərək prepitium klitorisi, yəni klitoral örtüyü əmələ gətirirlər. Deməli, böyük hissələr burada gəlir, böyük dodaqlar, daha doğrusu lateral hissələr gəlib birləşərək bu hissədə deməli prepitium klitorisi əmələ gətirir. Daha sonra, deməli, korpus klitoris, glans klitorisdən önə doğru uzanır və prepitium klitoris və əlaqəli dəri altından daha dərində yerləşərək palpasiya oluna bilir. Söhbət bu hissədən gedir. Vestibulum vaginanın arxa tərəfində labia minora birləşərək, deməli, kiçik transvers dəri bir büküşü əmələ gətirir ki, biz buna forçetti deyirik. İnşallah adını düz tələffüz edirəmdir. Forçetti ya da forçetti və yaxud da biz latınca buna frenum laborium pudenditdə deyirik. Daha sonra hymen haqqında biraz danışmaq istəyirəm. Qızlıq pərdəsi də adlanır. Vestibulum vagina daxilində yerləşən bu struktur vaginal dəliliyin müxtəlif dərəcədə halqavari membran şəklində ehtiva edən bir strukturdur. Hymen kiçik mərkəzi dəliyə malik olan və ya deməli ümumilikdə hymen özgə kiçik bir dəliyə malik ola bilər və yaxud da tamamilə vaginal dəliyi tamamilə tutub bağlaya bilər. Biz burada hymenin müxtəlif variasiyalarını görürük. Tamamilə
açılmış və ya ləyən şəkilli formada, ortasında septum olan və ya daha çox rast gəldiyimiz, insanlarda daha çox rast gəlinən forma. Deməli, haymenin cırılmasından sonra vaginal dəliyin ətrafında qeyri-bərabər membran qalıqları müşahidə olunur. Haymenin cırılması travma sonrası və ya ilk cinsi əlaqə zamanı müşahidə olunur. Uretra və vaginal dəliklərin vəzləri, daha doğrusu axacaqlarla əlaqəlidir bu haymen. Parauretral vəzlərin axacaqlarının uretranın lateral kanalının hər iki tərəfində vestibulun vaginenin daxilinə açılır. Glandula vestibula major və yaxud da biz buna həmin o vəzlərə Bartolini vəzləri də deyirik. Axacaqları vaginal dəliyinin posterolateral kənarında, yəni arxa kənar hissələrində vaginal dəliklə haymen qalıqları arasındakı dəri qatını açılır. Daha sonra biz hal-hazırda bu şəkildə labiomayoranı görürük. Bu hissədə labiomayoranı görürük. Ümumilikdə vulvanın görüntüsünü görürük və müəyyən strukturları daha aydın şəkildə görə bilirik. Bu hissədə isə müayinə zamanı labiomayoralar ayrılıb və daha aydın şəkildə görsənə bilir. Deməli, labia minoranın lateralında iki geniş dəri büküşü var ki, biz hansı ki buna labiomayora deyirik və bunlar ön tərəfdə birləşərək mons pubisi əmələ gətirirlər. Mons pubis əmələ gətirir. Mons pubis simfizis pubikanın aşağı hissəsi üzərində yerləşir və vestibulun vagina ilə klitorisin ön tərəfində. Arxa tərəfdə labia mayora birləşir və commissura posterior adlanan çökəkliklə ayrılır bir-birindən və bu sahə korpus perineinin üzərində yerləşir. Daha sonra gəldik innervasiyasına. İlk öncə innervasiyasındakı somatik sinirlərdən danışmaq istəyirəm. Bayaqdan adını dəfələrlə çəkdiyimiz qızların da həm istər daxil hissədə, həm ümumi müxtəlif hissələrdə biz nervus pudentusa bugün adını eşitdik. Deməli, nervus pudentus özü perineumun əsas somatik siniridir. Bu sinir plexus sacralisdən başlayır və eski S4 spinal sinirlər səviyyəsindən həmin hissədən liflər daşıyır bu hissəyə. Çanaq boşluğunun foramen ischiadicum major vasitəsilə musculus piriformisi aşağıdan tərk edir, ligamentum sacrospinosusun ətrafından dolanır və foramen ischiadicum minus vasitəsilə perineum regionalis hissəsinə daxil olur. Biz hal-hazırda bu şəkildə nervus pudentusun 3 ədəd şaxəsini görürük. Ümumilikdə bu gördüyümüz bu hissə nervus pudentusun başlanğıc hissəsidir və ümumilikdə 3 şaxə var ki, hansı ki biz bu şaxələri daha aydın şəkildə görürük və allarda bu hissədə qeyd olunub 3 şaxəsi var. Nervus rectalis inferior, daha sonra nervus perineale, daha sonra isə bu hissədə isə nervus dorsalis clitorisi görə bilirik. Daha sonra visceral deməli visceral təchizata gələndə ümumilikdə visceral sinirlər perineuma 2 əsas yolla daxil olurlar. Birincisi, dəriyə gedənlər əsasən postganglionar simpatik liflərdən ibarətdir və pudental sinir boyunca bu nahiyyə çatdırılır. Söhbət bu şəkildən gedir. Digəri isə elektir toxumalara gedənlər isə əsasən çanaq boşluğunda yerləşən inferior hipogastrik plexusdan və sacrus profundus perineyi vasitəsilə perineuma daxil olan hissədir. Daha sonra səthi anatomiyasına gələndə yenə biz bayaqdan adını dəfələrlə çəkdiyimiz regioanalis və regioorigenitalisin daha səthi anatomiyasına tanış olacağıq bu hissədə. Deməli, regioanalis perineumun arxa yarısını təşkil edir. Bayaq dediyimiz kimi, üçbucağın əsasının ön tərəfə baxır, söhbət bu üçbucaqdan gedir, əsası ön tərəfə baxır və iki ischial tuberosisi birləşdirən xəyali xəttdir. Üçbucağın zirvəsi koksikusun ucudur. Lateral sərhədləri isə koksikusdan ischial tuberosisə çəkilən xəttlər kimi qəbul edilə bilər. Söhbət bu ischial tuberosisi çəkilən həmin bu xəttdən söhbət edir. Buradan buraya doğru çəkilən və ümumilikdə bizim əlimizdə əsası daha yuxarı baxan bir tərsinə çevrilmiş üçbucaq yaranır əslində. Həm qadınlarda, həm də kişilərdə ümumilikdə regioanalizin əsas xüsusiyyəti üçbucağın mərkəzində yerləşən anal dəlikdir. Anal dəliyin hər iki tərəfində fossa ischial yerləşir və bu sahələr yağ toxuması ilə dolu sahələrdir. Deməli, burada da regioanalizdəki strukturları daha aydın şəkildə görə bilərik. Burada da qeyd olunub anal triangle deyə, anal üçbucaq, koksikus və anal dəlik.
Bu şəkildə də əslində regionaliz çox aydın şəkildə təsvir olunur. Daha sonra gəldik regio urogenitalisdəki strukturlara. Bu hissədəki bu şəkil regio urogenitalisin xaricdən olan görüntüsünü ən aydın şəkildə göstərən şəkillərdən biridir. Çox aydın şəkildə bütün strukturları görmək və başa düşmək mümkündür əslində. Deməli, regio urogenitalis strukturların identifikasiyası deməli ondan ibarətdir ki, perineumun ön yarısını təşkil edir. Bayaqdan da artıq neçənci dəfədir bunu təkrar edirəm ki, ön üçbucaqdan söhbət gedir regio urogenitalis deyiləndə. Üçbucağın əsası arxa tərəfə baxır bu dəfə. Regio analizdə yaranan üçbucaqlar sanki əsasları bir-birinə söykənir və bu dəfə əsaslar aşağı tərəfə baxır və iki ischial tuberosidesin arasına çəkilmiş xəyali xəttdir. Bayaqdan göstərdim. Həmin bu hissədən, bu üçbucaqdan söhbət gedir ki, əsası aşağı hissəyə baxır. Daha sonra deməli zirvə hissəsi pubis simfizisdir. Simfizis pubis bayaq dediyimiz kimi lateral sərhədləri isə simfizis pubisdən ischial tuberosideyə çəkilən xətlər kimi qəbul edilir. Bayaq sanki xətləri aşağıdan yuxarı çəkmişdik. Bu dəfə xətləri yuxarıdan aşağıya doğru çəkirik və əslində düz dayanmış üçbucaq görüntüsüdür regio urogenitalis. Bu xətlər deməli ischial pubis rami üzərindən keçir və dərin palpasiya zamanı əslində hiss oluna bilər. Qadınlarda regio urogenitalisin əsas tərkib hissələrinə klitoris, vestibula vagina və birlikdə vulvanı əmələ gətirən dəri büküşlər aiddir. Bayaq dediyim kimi. Deməli, labio minora yumuşaq lateral dartılma tətbiq olunduqda, deməli vestibula vagina açılır bu zaman və uretranın açıldığı hissədə yumşaq toxuma qabartısı müşahidə olunur. Söhbət bu şəkildən gedir. Gördünüz, dartılan hissədə yumşaq toxuma qabartısı hiss olunur əslində. Deməli, parauretral vəzlər hər iki tərəfdə bir dənə olmaqla uretra ilə labia minor arasındakı dəri büküşünə açılır. Söhbət buradan gedir. Qulaq çöpü ilə göstərilən hissələrdədir əslində. Uretranın arxasında isə vaginal dəlik yerləşir. Vaginal dəlik əvvəlcə vaginal dəliyi bağlayan və adətən ilk cinsi əlaqə zamanı cırılan haymen qalıqları ilə əhatə olunur. Deməli, glandula vestibular major, yəni Bartolin vəzlərinin axacaqları hər iki tərəfdə haymenlə bitişik olan labium minoranın arxasına yerləşən dəri qatına açılır. Bu şəkillərdə bayaqdan adlarını çəkdiyim strukturları daha aydın şəkildə görə bilərsiniz. Sanki qat-qat hissələr dartılıb açılıb və daha dərin hissə müşahidə olunur. Ondan sonra vaginal kanal bu hissədə güzgü vasitəsilə açıldıqda cervix uterini biz bu hissədə görə bilərik. Və ümumilikdə bu hissədə isə klitoris hissəsinin xəyali şəkildə yerləşməsini və lokalizasiya olunmasını belə deyək, görə bilirik. Bu hissədə mons pubis yerləşir. Bayaqdan adını çəkdiyim labium majorların yuxarı hissədə birləşib əmələ gətirdiyi hissədən söhbət gedir. Bu hissədə isə yenə də klitorisin glans klitoris, korpus klitoris, radixlər, işte bulbus vestibulalar və böyük vestibulyar vəzin şəklini, daha doğrusu xəyali təsvirini görə bilərik. Bu qədər dinlədiyinizə görə çox təşəkkür edirəm. İndi isə bir neçə sual ünvanlamaq istəyirəm. Bu sualları mən sizə ünvanlamamışdan əvvəl sizdən bir sual vermək istəyirəm ki, hansı bir sualınız varmı? Nəsə başa düşmədiyiniz izahatında bir hissə oldu mu? Bilmirəm, biraz həyəcanlı olmuş ola bilərəm. İnşallah aydın şəkildə hər şeyi izah edə bilmişəm. Sual yoxsa o zaman mən sizə sual verim. Deməli, birinci sualımız budur ki, ereksiya zamanı klitorisin korpus kavernosumlarında kifayət qədər dolğunluq yaranır. Müayinədə perineumun səthi qatında yerləşən və kruslardan korpuslara qanın sıxışdırılmasına rol oynayan əzələrin zədələndiyi aşkarlanır. Bu vəziyyət ən çox hansı əzələrin funksiyasını itməsinə izah olunur. Mən bunu çox aydın şəkildə keywordlərlə bayaq sizə izah edim. Kavernosus. İşiyor kavernosus. Bəli, düzdür. Aferin. Daha sonra ikinci sualıma gəlirəm. Qadın xəstədə aparılan cərrahi müdaxilədən sonra labia minoranın arxa hissəsindəki transvers dəri qıvrımında söhbət bu adını deyə bilmədiyim həmin o forçetdən gedir, formalaşmadığı müşahidə olunur. Bu strukturun yaranmaması hansı anatomik birləşmənin pozulmasını düşündürür? Ağlınızda hansı gəlir? B. Bəli, düzdür. İzah edə bilərsən?
Tamam. Yəni bunun səbəbi odur ki, labia minora arxa hissəsində birləşməsilə yaranır və deməli vestibulun vaginanın arxa sərhəddini formalaşdırır. Deməli bu variantların əslində daha açıqlamasını, yəni bu sualların daha doğrusu daha açıqlanmış formasını istəsəz, kitab bizdə var, sizə yönləndirə bilərik. O hissədə daha aydın şəkildə izah olunur. Sonuncu, üçüncü sual. Regio genitalis sahəsinə aparılan travmadan sonra xəstədə sentrum perineyin stabilliyi pozulub. Eyni zamanda perineal membranın arxa kənarı boyunca uzanan səthi əzələdə zəiflik də aşkarlanıb. Bu vəziyyət aşağıdakı əzələlərdən hansının zədələnməsi ilə daha çox əlaqədardır? A ola bilər. Biraz daha. Superficialis. C. Necə? Eşitmədim. C variantı. Aha, bəli. Superficialis. Eyni, superficialis. Çox təşəkkür edirik bu gün bizə vaxtınızı ayırıb belə uzun-uzun danışmaqlarımıza qulaq asdığınıza görə. Komanda üzvlərimizi bir dəfə yenidən sizə belə bir ihtişamlı şəkildə təqdim etmək istəyirəm. Çinnaz Vəlbəyli, Aysu Həşimova, Fidan Abbasova, heç də mən də həmişəki Nəzmi. Təşəkkürlər. Teşekkürler. Biz təşəkkür edirik. Bizə çox xoş oldu. İnşallah nəsə qata bildik sizlərə. Sonda xatirə şəkli çəkək bu dəfə də, yoxsa qalsın?